İçimden uyumum yani. Ürəyimi parçalayıblar bunlar. Əzizlərim, canlarım. Deməli, bura yığışanlar hamısı bizə yaxın olan əzizlərimizdir ki, yığışıqlar bura. Hər birinizin dünənki bayramı, qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. Mən arzu edirəm ki, Tanrı bizə hər il imkan versin, heç olmasa bayramlarda yığışaq belə qeyd eləyək, özümüzə ayıraq belə gün. Hər birinizə can sağlığı, ailə saadəti, könül xoşluq arzulayıram. Sağ olun. Onu Zülfiye sen...
teşekkür edirəm. Bayramlarınız mübarək olsun. Bayram bayrama qarşı bayramın ən gözəlliyi də bizim xanımların bayramlarının olması və gözəl çərşənbələrimiz, Novruz bayramımız, həyatın çiçəklənməsi, yeni dövrün başlanması, həyatımız həmişə bahar tərəvəzi olsun. Gülü, çox təşəkkür edirəm. Bugün 8 Mart ərəfəsində aldığım medalı yada saldınız. Azərbaycanın bir çox dəyərli xanımları 8 Mart bayramı ərəfəsində Cəmiyyət Prezidentimiz tərəfindən tərəqqi medalı ilə və müxtəlif fəxri adlarla tərtib olundu. Bütün təsirçiləri, layihələri təbrik edirəm və bizim bütün xanımlara qismət olsun inşallah və çox təşəkkür edirəm. Həmişə həyatınız bahar əhvalı rüyalı olsun.
gün olsun ki, bax, belə verilişlər Qarabağımızda olsun, Allah'tan istəyirəm. Qarabağ mənim ən yaralı yerimdir. İndi mən də bu Qarabağa yazdığımda şeirimi demək istəyirəm. İki deyilməz torpağını, babalardan qalan sözdür. Uca tutar bayrağını, o mayaqdır, yanar közdür. Şair qəlbimdə olub yaman, İgidlərim verməz aman, hər şeyi göstərər zaman, bu sözlərim düppədüzdür. Nər oğulları qıracaqdır, sərhədləri yaracaqdır, Qarabağı alacaqdır, 50 yox, yüzə yüzdür. Qaçqın sözü məni kəsdi, əsnaf deyil daha bəsdir, vətənimiz müqəddəsdir, millətimiz gözə gözdür, millətimiz gözə gözdür. İnşallah Allah, inşallah, inşallah. Heç kəsi qanmasın, kimin nə istədədi var qoysun orada. Gördünüz, mən oxuya bilmirəm, ancaq bir təhər oxuyum. Bilmirəm ki, buna Qarabağ şikəstəsi su vergeydi. Yaxşı, mən Sən zilini oxuma, ben mənə, ortadan. Aşk havası. Pərvanə xanım da oxuyacaqlar deyim. Hələ mən bir mahnı oxuyum, sonra Pərvanə xanım. Hamı oxuyacaq, Təbrizə xanım oxuyacaq. Bana dedilər ki, o gün oxuyan aşığı da özündən gətirərsən, dedim yox. Dedim yox, dəvə adıyla çörək kəsin. Orada bir oxunuzu gəl görəsən, niyə? Burada da oxuyacaq, burada da oxuyacaq. Ben Örşə, Kəlağan neti alıb oxun səni. Mənə də alsın da pul veririm. Deyərəm. O rəng işləyirəm, bax o rəng. Deyərəm. Çox qəşəng açdı rəngi. Tosunu bu rəng olmasa tutub sənkini alacam. Ömür günü deyərsən mənə. Olur. Vüqarlı dağımsan, ay ömrüm günüm. Əməlinlə öyülmüşəm hər zaman. Fəxrim vüqarımsan, ay ömrüm günüm. Həyatın hər türə üzünü gördüm. Dostun yaxşısını, pisini gördüm. Ömür yollarımda izini gördüm. Səsim sorağımsan, ay ömrüm günüm. Hər xoş əməlindən aldım ilhamı. Sayəndə tapmışam şöhrəti şanı. Sənsiz istəmirəm mən bircə anı. Ən gözəl çağımsan, ay ömrüm günüm. Oldum pərvanənin eşqi həvəsi. İnan ki, səninlə alır nəfəsi. Tək bircə varlığın bəsidir, bəsi. Yanan çırağımsan, ay ömrüm günüm. Vüqarlı dağımsan, ay ömrüm günüm. Səsim sorağımsan, ay ömrüm günüm, ay ömrüm günüm. Şehirdən sonra mən nətər deymişim. O güzel hanımdır, o benim canımdır. O güzel hanımdır, o benim canımdır. Ben onun xəstəsi, o da dərmanımdır. Ben onun xəstəsi,
gərəyimsən. O günəş çöhrəni görmək istərəm. Dərdimi səninlə bölmək istərəm. İndi mən sizə gəlmək istərəm. Qayıt gəlanacan, gəl, gərəyimsən. Həvə də gəl bizə, cumum yol üstə. Qədəmini öpüm, qoyum göz üstə. Saçma sığal çək, başım diz üstə. Qayıt gəlanacan, gəl, gərəyimsən. Bəzən xəyallara mən alanıram. Geyinərək sizə hey yollanıram. Yolda xəyallardan mən oyanıram. Qayıt gəlanacan, gəl, gərəyimsən. Dumanlı şapkalı bir çağam sənsiz. Miskirli həsrətli bir dağam sənsiz. Yollara göz dikən uşağam sənsiz. Qayıt gəlanacan, gəl, gərəyimsən. Minirənin sözü söhbəti sənsən. Dizinin taqəti, qüvvəti sənsən. Həyatdakı yaşam qüdrəti sənsən. Qayıt gəlanacan, gəl, gərəyimsən. Qayıt gəlanacan, gəl, gərəyimsən. Çox sağ olun. Bir-birindən ağır gəldi, ayrı saldı illər bizi. Hatırladıkça göynərəm, gəzdiyimiz çöl çəməni. Amma ki, heç unutmadım, nə sən məni, nə mən sən. Bu sevginin alovunda qovruluruq hər ikimiz. Dillərə dastan olubdu bizim bu yazıq eşqimiz. Səndən ayrı həsrət saldı. Gözəli Şirvan qız, mən o qədər tutdu ki, gəldim o mahnını yazdım. Yəni o mahnını mən həkimə yazmışam, həkim sağ olsun ki, elə bir tema verdi mənə, elə bir mövzu verdi, mən də o mahnını yazdım. Bir də oxuduğum bir mahnı var. Ay həcəlim, ay nigarım, mübarək, mübarəkdir, mübarəkdir, mübarək. O mahnıda həkimin atasının sözləridir, Heybət Şükarovun öz qızına yazdığı şeirdir. Mən ona musiqi bəstələdim, oxudum. Və indi həkimin çox sevdiyi bir şeiri oxuyacağım sizə. Əyləşəm. Kim lirikanı sevirsə gəlsin mənim yanıma, ikimiz də bir yerdə deyək və təhdiyə edeyik. Təhdiyədə adam narahat yürür. Gəlin. Kim deyəcəksin? Hanım, nə durursan? Mən dedi bir şey deyəcəm. Gözlərin nə yaman dolubdu gülüm. Gözlərin nə yaman dolubdu gülüm. Yoxsa ayrılığın mənimə gəldi. Məni səndən alıb aparmaq üçün Tanrı dərgahından gəlinə gəldi. Gözlərin nə yaman dolubdu gülüm. Qulaq as sözümə, səssiz, ahəstə. Gözümdən bir damcı yaş tökülməsin, saxla. Boşaldarsa qəbrimin üstə. Gözlərin nə yaman dolubdu gülüm. Məmli baxışlarım mənə nə deyir? Ömür möhlət versə, deyərəm gülüm. Ömür möhlət eyləməsə əzizim, deyərsən getdiyin məkanındadır. Bu son yazdığım şeirlərdən biridir. Sizi kədərləndirdimsə, məni üzülü sayın. Adım ünvanımsan, ay ömrüm günüm. Adım ünvanımsan, ay ömrüm günüm. Ürəyimlə birgə tek sevir səni. Sən aç qollarını xatırla məni. Məhəbbət etirli, yol sevir səni. Keçsə də neçə il, ötsə də zaman, bir gün həqiqətə çevrilər güman. Bu eşqin önünə çıxmasın yaman. Aylarım xoş keçir, ilk sevir səni. Doymadım həyatım bu növrağından. Səni tanımışam gəncilik çağından. Min bir həvəs ilə sevgi bağından. Dərin bağladığım gül sevir səni. Səninlə bağlıdır əhdi, ilqarım. Heç
hiç zaman unutma sevimli yaram. Budur sənə sözüm, ay vəfadarım. Xanım hər bir zaman bil sevir səni. Xanım hər bir zaman bil sevir səni. Üzr istəyirəm mən, əziz xanımlar, qarşıdan gələn bayramımızı mübarək olsun, təbrik edirəm. Hər zaman belə gözəl, təravətli qalasınız və qarşıdan gələn Novruz bayramımızı, çərşənbələrinizi mübarək olsun. Mənim bir şeyim var, yəni bu biraz belə özümü tərifləmək çıxmasın. Azərbaycanda qısa metrajlı klipdir, Qayıt Gəl. Yəni bunu 5 dəqiqə 20 saniyə olaraq qısa bir film kimidir, mən çəkdirmişəm və çox sevilən bir şeirlərimdən də istəyirəm, sizə də çatdıram bu şeiri, sizdə də üzr istəyirəm. Tükənib ümidlər, dualar daha. Tükənib ümidlər, dualar daha. Qayıt gəl ömrümə, qayıt, nə olar? Sensizlik ölümdür, inan Allaha. Qayıt gəl ömrümə, qayıt, nə olar? Talih yollarımız dolaşıb indi, kədər ürəyimə daraşıb indi, həsrətin hicrana qarışıb indi. Qayıt gəl ömrümə, qayıt, nə olar? Belə yazılıbmı bu bəxt, bu qismət? Dön gəl gözlərini gözümə həbs et, saçlarım bir ovuc sığala həsrət. Qayıt gəl ömrümə, qayıt, nə olar? Sənin həsrətindən ölürəm axı, səni ümid yerim bilirəm axı. Mən səni hələ də sevirəm axı. Qayıt gəl ömrümə, qayıt, nə olar? Qayıt. Teşekkürler. Bir kısa şey değil. Orada dayanıp yol kırağında yarpak mənə oxşuyur. Bədbədik qaçıq qamal, rengi sarılıqdır yaman. Payızdan mərhəmətim alır, yarpak mənə oxşuyur. Teşekkür edirəm, vaxtınızı aldınız. Gözlerine sənə baxan gözləyirsən, sənə baxan bu gözləri qısqanıram. Qulağıma oradan buradan söz deyirsə, məni yakan bu sözləri qısqanıram. Tutuluram bir qız sənə salam versə, mən yanmaram, məni ocaq, köz yandırsa, hələ o qız məndən biraz cavandırsa, gözəl olan hər üzləri qısqanıram. Günlərimiz ötüb keçir qarır nəfəs, yaşamada hər gün biraz ölüm həvəs, başım üstə yarpaq kimi hər gecə, bütün günü, gündüzləri qısqanıram. Sağ
mübarək. Dahlə xanım alqışlayaq. Bizim gözəl sənətkar, Respublikanın əməkdar artisti Dahlə xanım. Bax, mən də geyəndən sonra oxudum. Nağrızlıqla düşürədən geyəndən sonra, oxuyandan sonra. Gəl oldu, sonra. Olar mı? Sizin öz məqəminizdir. Deməli, əzizlərim, burada aşıqlar, müğənnilər, şairlər, saz adamları, söz adamları. Ne olur saz adam olanda, ne olur söz adam olanda bizim evde hanımlarımız var ancak deməli bizim de tamaşaçıya, bizi sevenlere çok büyük hürmetimiz var, saygı gösterene, hürmet gösterene. Bugün biz bir aradadırlarsa, həmişə bizlə beraber olub. Kifayət xanım bugün de bizləndir. Bugündən bizə qoşulanlardan Səriyə xanımdır, Süreyya xanımdır. Burada da bir gözəllik var. Bunlar Fəridə xanım qudadılar. Qudalar şirqasa ben gəlin xoşbəxt olar. Ne gözəl siz belə mehribansınız. İndi sizi dinləyək görürüm. Ne gözəl. Rəfiqə, quda. Herkes eksinat olsun. Bizim nuraniliklərim. Sen? Bana söz verdiğiniz için çok teşekkür ederim ve sizden bu mecliste olmanı da fəxr edirəm. Ve həmişə bizi unutmayın, bu meclislere dəvət edin. Ama bu şərtlə ki, aşklar saz olsun. Biz sazın üstünde gəlmişik. Saza göre gelmişik. Saz olmayan da yetilir. Sağ olun. Çok teşekkür ederim, var olun, sağ olun. Deməli, Hərifə xanım, bizim əzizimiz şairə həmişə kəlağayımızı belə mərfətlə hər yerdə təbliğ edir, təbliğini tətbiq edir, onun tətbiqini təmin edir. İndi siz də həmişə bizlə bir aradasınız, çəkilişlərdə az iştirak edəsəniz də əsas ürəyiniz bizləndir. Sən deyirik. Sağ olun sizin. Ben bütün qadınlarımın hamısını bayramını təbrik edirəm. Qadın elədir ki, hansı evdə qadın olmayan da o evin toz torpaq basır. Qadın bütün həyatın gözəlliyidir. Ben hamınıza qəlb rahatlığı arzulayıram, bütün xanımlar. Var dövləti bir yana qoyaq, insanın qəlb rahatlığı. Qadının qəlbi rahat olanda qadın hiç vaxt qocalmır. Ben size onu arzulayıram. İndi bir şeir de deyim size. Ömür karvanını saxlamaq üçün zamanı saxlayıb tuta biləydim. Bələdçi olmağa, qoranda qarda, yollar kənarında bitə biləydim. Dayanardım sinə gəlib yerlərə, dilə tutub yalvarardım illərə, dən salmasın deyə qara tellərə, illərin başını qata biləydim. Ağrıyı, acıyı ömrümdən yerlər, verərdim aparsın daşanda sellər, xoş eləmək üçün sınıq gönüller, ölümü dəryaya ata biləydim. Bu sevincim açdırardı qol qanat, yaşayardım sevgi dolu bir həyat. Uzun geceleri uyuyup rahat, biraz şirin yuxu yata biləydim. Başımı alaydı dizinin üstə, anam sığal çəkəydi son nəfəsdə. Şəbnəmi uyudan bir kövrək səsdə, dünyanın sehrində itə biləydim. Bütün qadınlara dünyanın sehrində itməyi arzulayıram mən. Adım müqəddəsdir, ey aziz qadın, dahilər anası çağırılan adım. Bizim aşıq kızımız Türkay'ın anasıdır. Bu da bugün bizlə beraberdir. Gəlişin üçün təşəkkür edir və sən dinləyir. Ben ne şaireyim ne de yazıcıyım. Allah hamımızı can sağlığı versin. Kadınlarımıza rahat hayat kalsın. Fatma xanım, şeir yazmaqla deyil ki, əsas odur şair ürəyimiz. Ben özüm kitabxana seçsiyəm. Yani nasıl Səhər Nazirliyi kitabxanasını Səhər Nazirliyində kitabxana yürütmüşlər. Yani ben bütün kadınlarımıza rahat hayat kalsın. Bir kəlmə demək istəyirəm. Anama yazmışam, ben şair değilim yani. Geceler yuxuda görürəm səni.
mənə həyat verən sənə ay ana. İnana bilmirəm, necə dözürsən, ömürlük ayrılığa, axı ay ana. Demək istəmirəm, Çok sağ ol. Yarısı şairi deyirlər ki, buna ad verilsin. Bunun elə kimin yoluna ışıq salır, elə onun könlündə adı var, bəsdir daha. Hələlik bəsdir. Bir iş dördür gözlə, ondan sonra yəqin sənə də verirlər, bir Fəridə xanım kimi sənə də bir təbrik edərik. Sən də belə süfrəni də özünü təqdim elə. Axırıncısı da o sənə təqdim edirəm. Bizim stolda oturan Mahirə Fəzal da bizim Aşıqbəri məclisinə təzə qoşulan xanımlardandır. Çox savadlı, çox bacarıqlı, o da müəllimədir. Yəni, indi söz ona verirəm Mahirə xanım, buyur sən də ürək sözlərindir. Çox sağ olun Pərvanə xanım. Mən də bütün öz misalında bütün Azərbaycan xalqını, dünyada yaşayan bütün Azərbaycan xalqını bu bahar bayramı münasibətilə təbrik edirəm. Onlara uzun ömür, can sağlığı, qadınlara xoşbəxtlik yansıdır. Xoşbəxtlikdən böyük mənim üçün qadınlar üçün elə bir şey yoxdur. Hər bir qadın istəyər ki, ailəsində xoşbəxt olsun. Yəni, hamıya xoşbəxtlik yansıdır. Ürəyim, çox sağ olun. Bizim bu solmaz çiçək adı da elə özünə də elə gözəl ləqəb seçir ki, solmaz çiçək. Həqiqətən solmaz çiçəyə oxşuyur. İnanın, bəlkə də Aşıqbəri məclisini onun qədər sevən, onun qədər maraqlanan, bizim bir verilişimizi buraxmırdı. O qədər, mən belə heyran insan tək-tək bilirəm ki, Aşıqbərini belə ürəkdən sevir. Solmaz, sənə təşəkkür edirəm bizə verdiyin belə dəyərə, bizi belə çox sevdiyin üçün biz də səni sevirik. Buyur sən də ürək sözlərini. Düzü mən bugün hazırlısız gəlmişəm. Ama sadece bu Azerbaycan hanımları gördüğüm birbirine güzel, ben bir bayağı demek istiyorum. Aşık bile ay bile, ulduz bile ay bile, baksınlar bu camala, kessinler benden bile. Ben tanrım her biri güzel hayatım var. Sonuçta hepinizi tebrik ediyorum. Bizim yeni bize qoşulan ancaq ən istedadlı aşıq qızlarımızdan biri Xəyalə Qərib qızıdır. Onu da yəqin bilənlər bilir, bilməyənlərə də deyim ki, Zülfiyə xanımın yetirməsidir, onun şəhərdidir. Həm də özü yavaş-yavaş Zülfiyəyə bənzir. Yəqin gələcəkdə az da olsa Zülfiyəni əvəz edəcək inşallah. Çox sağ olun Pərvanə xanım, təşəkkür edirəm sizə. Çox sağ olun ki, məni bu, yəni ki, Zülfiyə xanımın, necə deyim, dəvət edimsiz bu gözəl yığıncağa. Çox şad oldum. Bu il mənim inanırsınız, heç sevincimin həddi, hududu yoxdur ki, mən bu il burada bu gözəl yığıncaqda mən iştirak edirəm. Çox sağ olun ki, məni bura layiq gördünüz. Sağ olun, var olun. Hər birinizə çox təşəkkür edirəm. Sağ olun. Hər vaxtınız xeyir olsun. Birinci dünənki bayramınızı təbrik edirəm bütün qanunları. Allah sizə can sağlığı versin, qadın xoşbəxtliyi diləyirəm hər birinizə. Mənim ansamblımızın gözəl ifadəsi Mehriban xanım, bizim atriyator, bizim yəni mənimlə işləyən qızlarımız, hər birinizi ürəkdən təbrik edirəm. Pəri qızlarını ürəkdən təbrik edirəm. Üzümüzə gələn Novruz bayramında təbrik edirəm. Neçə gözəl illərə çıxasınız. Xalqımıza sülh, əmin-amanlıq arzulayıram. Can sağlığı. Balalarınızı xeyrin görəsiniz inşallah. Mən Hacı xanım.
Başqa bir mahnısı da var. Allah amandır, Allah amandır,
vətən ey, din imanı. Pərvanənin vətən, din imanı. Xəyalıyla keçirey, ömrün hər anı, ömrün hər anı, ömrün hər anı. Belə həyatıma ey, vaxtsız salıb dumanı. Qış eyləmə baharımı yamandır. Yol ver görüm dağlarımı yamandır. Allah amandır, halım yamandır, halım yamandır. Harda dəhdi gördü, könlünü yaldım. Sınıq könüllərin sazını çaldım. Nədən biləmədim, qədirsiz oldu. Çoxunun ömrünə camanan ömrüm. Allah amandır, dağlar dumandır, xeyli zamandır. Belə deyim, deymək deyim, saza dərdimi. Deyim, deyim, deymək, saza dərdimi. Bəlkə tarixlərə yaza dərdimi, yaza dərdimi, yaza dərdimi. Hayvana xanım, sen bundan sonra oku valla. Sen de oku. Sen oyna, sen oyna. Elə biriniz okuyun, biriniz oynayın. Tembelden soruşurlar ki, tembelden. Yemək yaxşıdır, yoxsa yatmaq. İkisi də yaxşıdır axı, bilmir nə deyək. Yemək deyəcək, dalınla gözü yox istəyəcək. Yatmaq deyəcək, qabaqla yeməsə yatamayacaq. Valla, məndən olsa elə yata-yata yemək hamısından yaxşı. Elə məndən olsa biriniz okuyun, biriniz oynasanız. Allah sizi. Tutmam.